Bəli, cənab prezident Ali Başkomandan hazırda işğaldan azad olunan kəndlərimizin və rayonlarımızın adını açıqladı. Beləliklə Füzuli kəndi, Füzuli rayonunun kəndləri, aşağıdakı kəndlər işğaldan azad olunub. Dörd-Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanı və Veysəlli, Yuxarı Əlbasanlı kəndləri işğaldan azad olunub. Təbrik edirik. Eyni zamanda Cəbrayıl rayonunun Şərabşad, Həsənqaya və İmambağı, eyni zamanda Yarəhmənli kəndləri və bir sıra kəndlər var. Bu kəndlərin adlarını üzrlü hesab edin, qeyd edə bilmədim. İlerleyen dəqiqələrdə daha ətraflı barədə məlumat verəcəm. Eyni zamanda Xocavənd rayonunun Ağcəkən və kəndləri Günəşli, hansı ki Nurati adlanırdı. İndi hal-hazırda Günəşli adlandı həmin kəndin adı. Azərbaycandır. İlham Əliyev yeni bir ad verdi ki, həmin kəndin adı Çınarlı idi. Və nəhayət Zəngilan rayonu işğaldan azad olundu. Eyni zamanda həmin rayonun havalı və Məmmədbəyli kəndləri, Həkəli kəndi, Serican kəndi və digər kəndləri işğaldan azad olundu. O da həmin Paşinyandır. Çox şərəfsiz insandır. Qarabağ Azərbaycandır. Sakinləri bu xəbəri gözlərini Zəngilan rayonu 1993-cü ildə oktyabrın 29-da erməni işğalçıları tərəfindən işğal olunmuşdu və bugün 20 oktyabr tarixi 2020-ci tarixdə Zəngilan rayonu işğaldan azad olundu və Zəngilan rayonunun bir sıra kəndləri var ki, o kəndləri irəliyən dəqiqələrdə ətraflı o barədə biz məlumat verəcəyik və prezident İlham Əliyev canlı yayında çıxış edərkən məlumat verdi və bir daha qeyd edir ki, Zəngilan rayonu Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində Araz çayının sol sərhədləri ilə yerləşir. Ərazisi 730 kvadrat kilometr, əhalisi 41,75 min nəfərdir. Zəngilan rayonunda bir şəhər, bir qəsəbə və 730 igidlərin, vətən verən şəhidlərin, işğaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu və cənubdan Araz çayı boyunca İrənistan Respublikası, Qərb Azərbaycan